Onlar ringa çıxanda rəqiblər sadəcə döyüşməyə yox, sağ qalmağa çalışırdılar. Boks tarixində çox çempion olub, amma elələri var ki, onlar sadəcə çempion deyil, böyük bir epoxadır. Kliçko qardaşları hegemonluq və intellekt obrazı yaradan bir əfsanələrdir. Onlar adi ailədən gəlmirdi. Ataları hərbi pilot idi. Disiplin, sərtlik, məsuliyyət, uşaqlıqdan onların qanına qopmuşdu. Amma həyat onları daha da sərtləşdirdi. Çernobıl faciəsindən kölgəsini böyüyən bu qardaşlar erkən yaşda anlarlar ki, ya güclü olacaqsan, ya da ki, itəcəksən. Vladimir texnika və intellekt, Vitali iradə və dözümlülük obrazıdır. Onlar fərqli idilər, baxmayaraq ki, ikiz idilər, amma bir şəxsiyyət olaraq ayrı-ayrı insanlar idi. Amma bir yerdə onlar məğlub edilməz idi. Vladimir ringdə mükəmməl strategiya qururdu, hər zərbə hesablanmışdı, hər hərəkət planlı idi. Vitali isə əsl döyüşçü idi, əsl davakar idi, o ağrını hiss etmirdi, zərbə alırdı, amma geri çəkilmirdi. Bir dövr var idi ki, bütün kəmərlər onlarda idi, iki qardaş zirvədə. Onlar bir-birlə döyüşmürdülər, çünki onlar üçün tituldan daha önəmli bir şey vardı, ailə. Analarına söz vermişdilər ki, hətta böyük bir məbləğ, milyonlarla təklif olunsa, onlar heç vaxt bir-birinə qarşı ringa çıxmayacaqlar. Xüsusən qeyd edək ki, promotorlar əlindən gələni edirlər ki, bu maraqlı bir döyüşü yaratsınlar. Amma qardaşlar karyeralarının son nöqtəyə kimi bu sözlərini pozmayıblar. Rəqiblər dəyişirdi, amma nəticə dəyişmirdi. Kliçko adı qorxu deməkdir. Rəqiblər ringa daxil olanda artıq böyük bir stres yaşayırlar. Vladimirin karyerasında bir sıra məğlubiyyət seriyası davam edəndən sonra artıq lazım olan bir insanı, bir açarı tapdı. Emmanuel Stewart, əfsanəvi məşqçini, onlarla çempionları yetişdirən bir mütəxəssisi. Və ondan sonra Vladimir Kliçkonun karyerası yuxarı getdi və illərlə Kliçko qardaşları dominasiya edirdilər ağır çəkidə və bir sıra çətin rəqibləri məğlub edirdilər. Onlarla ringa çıxmaq istəmirdilər. Başa düşürdülər ki, böyük bir təhlükədir, riskdir və risk nəticəsində qələbə qazanmaq çox çətin bir məsələdir. Onlar sadəcə bir boksçu deyildi. Onlar intizamın, zəkanın və iradənin simvolu idi. Bu gün çoxları sürətli uğur axtarır, amma Kliçkolar sübut etdi ki, əsl zirvə səbirlə qurulur. İllərlə, böyük zəhmətlə və ağır əziyyətlə hər şey mümkündür. Əgər sən güclü olmaq istəyirsənsə, sadəcə zərbə vurmağı yox, ayaqda qalmağı öyrən. Çünki əsl çempion heç vaxt yıxılmayan yox, hər dəfə qalxandır. Bu, Kliçkoların qısa həyat bir hekayəsi idi. Əsl dominasiya, intellekt və səbir rəmzi olan bir insanların.